yoxsa yox. Personaj şəkli 1 manat 50 qəpiyə, printerdən istədiyin o minyon şəklini çıxardırıq. Uşağın istənilən sevdiyi personajları Pinterestdən və yaxud da ki Google-dan tapırsınız. Hazır tort variantında da var. Tort ləvazimatlar yerində printer olur. Orada sizə personajların rəqəmi, ada qədər yazıb verirlər. Şəkillər əyilməsin deyə mütləq kağızın qalın olmağını istəyin. Gördüyünüz kimi biz çıxartdırdıq, Turandan gəlmişdik. Evdə qaymaq az idi, ona görə qaymağı da buradan aldım. Ümumiyyətlə tort ləvazimatı mağazalarında istənilən hər bir şeyi oradan tapmaq mümkündür. Baxın, biz evdar xanımıq. Bizim evimizdə un hər zaman var, şəkər tozu hər zaman var. Bunlar onsuz da mətbəximizin ayrılmaz hissəsidir. Mən sadəcə bu tort üçün xüsusi olaraq marketdən nələr aldığımı deyirəm. Yumurta evdə yox idi. Getdim ona da təzə yumurta aldım. Qaymaq 6 manata çox gözəl bir qaymaq aldım. Hansı ki bütöv tortu bəzəməyə bəs etdi. Hətta yarısı da qaldı. 1 manata şəkil bərkitmək üçün çubuqlar, açqasını aldım. Açqası məndə evdə var idi, artıq bir dəfə almışdım. Təxmini qiymətini deyirəm 1 manat edər. 40-50 qəpiyə də ümumi vanil qabartma tozunun qiymətini hesablayaq. Onların da hər biri ədədi 10 qəpikdən. Mən bu torta 2 rəng istifadə etmişəm. Rənginə də